Biz Allah Rəsulunun, Allahın salamı və salavatı onun üzərinə olsun, şəhərindəki İslam Universitetindəyik. Allah bizə iki işi asanlaşdırıb. Birincisi, bizə nizamlı, akademik bir təhsili asanlaşdırıb. Necə ki bu, Şeyx Muhammed bin İbrahimin, Allah rəhmət eləsin, fikri ilə Kral Səud, Allah rəhmət eləsin, tərəfindən inşa edilən bu mübarək İslam Universitetindəki qurulan nizamlı təhsildir. O, nizamlı təhsilin tələbələr üçün sistemli olması, həm tərtib baxımından, həm də öhdəlik və iki üslubu cəm etmək baxımından bunun daha faydalı olduğunu görmüşdü. Allah rəhmət eləsin, Şeyx Əbdüləziz İbn Baz da bu məsələdə ona dəstək verdi və beləliklə bu universitet bütün müsəlmanlar üçün quruldu. Qurulduğu gündən bəri dünyanın hər yerindən elm tələbələrini qəbul edir. Burada dərslər və proqramlar elm tələbələri üçün çox faydalı bir üsulla tərtib edilmişdir. Buna görə də bir tələbə üçün Allahın ona bu İslam Universitetinə daxil olmağı nəsib etməsi ən böyük nemətlərdən biridir. Hansı ki, minlərlə, hətta milyonlarla insan bu universitetin tələbəsi olmağı arzuluyur. Kimə Allah kərəm edib, onu İslam Universitetinin tələbəsi seçibsə, qoy Allahın onun üzərindəki bu nemətinin əzəmətini bilsin. Dərslərində çalışsın və yüksək qiymətlər alsın. Bizim şeyxlərimiz və onlardan əvvəlki şeyxlər də elm tələbələrini yüksək nəticələr əldə etməyə təşviq edərdilər ki, tələbə təhsilini davam etdirə bilsin və daha çox elm əldə etsin. Eyni zamanda Allah bizə Peyğəmbərin məscidində və Mədinənin digər yerlərdə etibarlı, köklü alimlərin halqalarını nəsib edib. Allah Rəsulunun, Allahın salamı və salavatı onun üzərinə olsun, şəhərində elə böyük alimlər var ki, onlara görə uzaq yollardan gəlinir və elm üçün yanlarına səfər edilir. Əgər Allah bir tələbəyə Peyğəmbər şəhərində olmağı və elm əhlinin halqalarında dərs almağı nəsib edibsə, ona çox böyük bir xeyir bəxş edib. İslam Universitetinin tələbələrinə tövsiyəm budur ki, şeyxlərin yanında elm öyrənirəm bəhanəsi ilə universitetdəki dərslərini tərk etməsinlər və ya laqeyd yanaşmasınlar. Eyni şəkildə nizamlı təhsil alıram və ya bu dərslər vaxtımı alır bəhanəsi ilə Peyğəmbər şəhərindəki şeyxlərdən və alimlərdən birbaşa elm almaq fürsətini qaçırmamalıdırlar. Çünki vaxtını tənzimləyən şəxs bu iki məsləhəti birləşdirə bilər və böyük xeyir əldə edər. Həm ağlın, həm də şəriətin qaydası budur ki, imkan daxilində məsləhətlər, faydalar bir araya gətirilsin. Elm tələbəsi vaxtını elə bölməlidir ki, həm bura gəlməsinə səbəb olan və universitetə söz verdiyi nizamlı təhsilini oxusun. Çünki tələbə gələndə universitetə burada elm öyrənəcəyinə dair söz verir. Həm də öz əhdinə sadiq qalsın və bu mübarək şəhərdəki böyük şeyxlərin elmindən bəhrələnsin. Məktəblərdəki nizamlı elm təhsili ilə məscidlərdəki halqalarda şeyxlərdən öyrənilən elm arasında heç bir ziddiyyət yoxdur. Dediyim kimi, bunların hamısı cənnət bağlarından bir bağdır. Bizim üçün Peyğəmbər, Allahın salamı və salavatı onun üzərinə olsun, məscidində elm öyrənməyin xüsusi bir yeri var.
Orada elm öyrənməyin digər yerlərdən daha artıq bir üstünlüyü vardır. Çünki kim Peyğəmbər məscidinə gedərsə, böyük mükafatlar qazanar. Bunlardan biri, hər məclisdə tam bir həcc etmiş insanın savabını qazanmasıdır. Məqbul həccin isə cənnətdən başqa qarşılığı yoxdur. أنه يفوز في كل مجلس بأجر الحاج الذي تم له حجه والحج المبرور ليس له جزاء إلا الجنة وأنه يفوز في كل مجلس. Həmçinin hər məclisdə Allah yolunda cihad edənin savabını qazanır. Necə də belə olmasın? Peyğəmbər buyurmuşdur: kim məscidə ancaq bir xeyir öyrənmək və ya öyrətmək üçün gedərsə, o həcci tamamlanmış bir həcc savabını alar. Yenə buyurmuşdur: bizim bu məscidimizə ancaq bir xeyir öyrənmək və ya öyrətmək üçün gələn kəs, Allah yolunda cihad edən kimidir. Beləliklə o, həm halı ilə, həm savabı ilə, həm də Allah qatındakı dərəcəsi ilə mücahid kimidir. Həmçinin Peyğəmbər məscidinə gedib elm öyrənən kəs, Allah Rəsulunun səhabələrinə bənzəmiş olur. Onlar da elmi bu məsciddə öyrənib, sonra dünyanın hər yerinə yaydılar. Elmi və sünnəni hər tərəfə çatdırdılar. Budur, ey əzizlərim, ey İslam Universitetinin tələbələri. Sizdən gözlənilən odur ki, tövhid və sünnəni Peyğəmbər şəhərində öyrəndikdən sonra onları dünyanın hər yerinə, müsəlmanlara çatdırasınız. Müsəlmanlara tövhidi, sünnəni və doğru hökmləri mülayimliklə, gözəl sözlə və ən gözəl şəkildə mübarizə apararaq öyrədəsiz. Özümə və qardaşlarıma tövsiyəm budur ki, Allahın bizə bəxş etdiyi bu nemətə görə ona həmd edək. Həm İslam Universitetinin fəzilət və xeyrindən, həm də Peyğəmbər şəhərindəki elm əhlinin halqalarındakı xeyir və fəzilətdən bol-bol bəhrələnək.